Sinirlər var. Udla ətrafı sinir həlqəsi də var. Qarın sinir zənciri də var. Amma sinir borusu yoxdur. Sinir borusu təkcə xordallarda var. Beymiş canlıların hansı ürək boşluğunda damarla yalnız venoz qan gəlir? Gölül bizini. Molluskların ürəyində yalnız arterial qan olur. Zolalı kərtənkələrin ürəyi 3 kameralıdır. Arterial qan da gəlir. Venoz qan da qarışıq qan olur. Molluskların ürəyində dedik yalnız arterial olur. Göl qurbağası da 3 kamera olaraq. Xanı balığın ürəyində yalnız venoz qan olur. Onun vena damarıyla da yalnız venoz qan. Çəkidə 4 ədəd, çiçəkdə 4 ədəd kəsə yarpağı, K4, 4 ədəd ləçək, L4, 6 ədəd erkəkçik varsa, bu deməli, artıq nədir? Xaç çiçəyi. Bu çiçəyin tacı neçə strukturdan təşkil olunub? Tac ləçəklərin cəmidir. Bu da eləyir nə? 4. Bəs, yox. Kasa yarpaqlarının cəmi kasacıq deyilir. Ləçəklərin cəminə tac deyilir. Belə deyil. Səhv fikri göstərin. Yenə deyirəm, kasa yarpaqlarının cəminə kasacıq, ləçəklərin cəminə tac deyilir. Bu, quşunun fərdi inkişafında sürfə mərhələsi olmur, düzdür. İlkin inkişaf dövrü yumurta daxilində getmir, bu səhvdir. Çünki iri yumurta qoyur. Bütün quşlar. Formalaşma, böyümə dövrü yumurta daxilində getmir, bu da səhvdir. Hə, getmir, yumurta daxilində getmir. Embriyonal mərhələ yumurta daxilində gedir. Yumurtadan çıxan bala yetkin fərdə oxşur, düzün inkişaf, mayalanma daxilidir, bəli. Bütün quşlarda mayalanma daxilidir və yumurta qoyurlar. Zolalı kərtənkələnin ürəyində tam olmayan arakəsmə yerləşir mədəcikdə. Orqanizm quruluş səviyyəsi sxema orqan, hüceyrə, toxuma orqan, orqanlar sistemi, orqanizm. Deməli, bir hüceyrələri çıxacaq, yerdə qalacaq nə? Nereye? Çünki bir hüceyrələrin toxuma orqanları olmur. Çay xərçəngin əli qulaq as. Feruz səndən. Çay xərçənginin mənə elə gəlir ki, mən istədikcə kim nəyi səhv elədiyini artıq bilir. Çay xərçənginin çoxalması prosesində mayalanmada bilavasitə n sayda qamet iştirak edibsə, deməli, n bölünsün 2 sayda zigot əmələ gəlib və n bölünsün 2 sayda nə əmələ gəlib? Fərq. Çünki 2 qametdən 1 zigot yaranır. Əmələ gələn xərçənglərdə maksimum neçə üst və alt çənə saymaq olar. Bir xərçəngdə 2 üst çənə var, 4 ədəd alt çənə var. Deməli, cəmi istəyir, deyiləm. Deməli, buradan n bölünsün 2, bunu vururam neçəyə? Deməli, ikisinin cəmi eləyir 6. Bu deyilir neçə n? 3n, D variantı. Mülahizələrdən hansı şəkildəki canlıların heç birini aid etmək olmaz? Deməli, gördüyünüz qığırdaqlı balıq, qurbağa, quş, kərtənkələ. Ürək boşluğunda bir növ qan var balıqda. Qanı tənəffüs orqanından ürəyə qayıtmır balıq. Bədən temperaturu, xarici bir temperaturun asılı deyil, quşların. Diri bala doğur, burada qığırdaqlı balıqlar diri bala doğur. Qanın bədən boşluğunda maya ilə qarışır heç birində. Çünki xordalların hamısında qapalı qan damar sistemidir. Eyler-Venn diaqramında uyğunsuzluğu müəyyən edin. Kərtənkələ, timsah. Ağciyərlərlə tənəffüs edir hər ikisi. Yeri düzdür. Pulcuqlular dəstəsinə aiddir. 2 gəlməlidir bura. 2-nin yeri dəyişməlidir. Ürəyi 3 kameralı olub, bir mədəcik 2 qulaqcıqdan ibarətdir. Kərtənkələ düzdür. Ürəyi 4 kameralıdır. Timsah düzdür. Ürək boşluğunda 3 növ qan olur. Ürək boşluğunda kərtənkələnin yeri düzdür. Bir dənə 2-ni doğru cavab kimi götürürük. Balkan proteyi quyruğu suda qurda yaşayandır, düzdür. Qırdaqlı balıq deyil, nəsli kəsilmiş sümürən deyil, quyruqsuz deyil, zəhərli ilan deyil. Və protein yeri gəlmişkən gözləri olmur. Qəlsəmələr ömrü boyu qalır, mağaralarda yaşayır. Nöqtələrin yerinə uyğun gələn sözləri müəyyən edin. Xaçlı örümçəkdə bədənin, deməli, baş döş hissəsində 4, yerimə ayağı, deməli, neçə cüt? 4 cüt, yox. Xaç, hə, örümçək, elə bildim şey deyir, xərçəng deyir. 4 cüt yerimə ayağı
Hörümçəklərdə bığcıq olmur. Hanı bığcıq? 2, 4, 3, 2. Variant C variantı. Cədvələ sayısı tapın. Xanı balı qabırğaların sayı eyni quyruq fəqərələrinin maksimal sayı nə qədər? X. Deməli, maksimal deyilsə, mən 42 ilə götürməliyəm. Deməli, 42 dənə cəmi fəqərə varsa, bunun bir qismi nədir? Quyruq fəqərəsidir. Bir qismi nədir? Gövdə fəqərəsi. Qabırğaların sayı eynidirsə, bir gövdə fəqərəsinə 2 dənə qabırğa birləşir. N qədər qabırğa neçə gövdə fəqərəsinə birləşir? X bərabərdir N bölü 2. Həmişə bilin, gövdə fəqərəsinin sayı qabırğa sayından 2 dəfə azdır. Bu olacaq N bölü 2. Cəmi isə nə qədərdir? 42. 42-dən N bölü 2-ni çıxsam, tapıram nəyin? Quyruq fəqərələrinin sayını. Deməli, sual işarəsinin yerinə nə yazılmalıdır? Xlorofil var, kök yoxdur. Sporangi yoxdur, rizoid var. Çöl qatır quyruğunun yaz zoğu, kökü də var. Erkək qıcının cinsi nəsli bəli. Protal. Protalın rizoidi də var, xlorofili var. Amma kökü, sporangisi yoxdur. Yaşıl quş mamının qeyri-cinsi nəsli qutucuq ayaqçıqdır, onun xlorofili, rizoidi yoxdur. Erkək qıcının qeyri-cinsi nəsli yetkin fərqli, kökü, gövdəsi, yarpağı da var. Çöl qatır quyruğunun yaz zoğu, kökü, gövdəsi və yarpağı da var. Həşəratlarda döş və qarıncıq buğumlarının sayının cəmi. Döş buğumu neçədir? 3. Qarıncıq buğumlarının maksimum dediyi üçün neçə cüt götürürəm? 11 ədəd götürürəm. Sayı neçə eləyir? 5, 11 ədəd nə olur? Qarıncıq buğumları olur. Ona görə də maksimum. Niyə 3 cüt götürür? 3 dənədir. 3 ədəddir. 3 cüt 20 ayağıdır. Döş buğumu deyil. 14 olacaq cavab. Çünki döş, sən 20 ayaqları ilə qarışdırmışsan 3 cüt. Döş ayaqları ilə. Deməli, uyğunsuzluğu müəyyən edin. Quşlarda eşitmə orqanı xarici, orta daxili qulaqdan ibarətdir, düzdür. Orta beyin yaxşı inkişaf etmiş, beyin yarım kürələrini əmələ gətirmişdir. Xeyr, ön beyin. Bu da yanlış dediyi üçün düzdür. Quyruq fəqərənin bir neçəsi birləşərək düzgün sümüyə əmələ gətirir, düzdür. Bu da doğru deyib. Deməli, sidik axarları kloakaya açılır. Bu düzdür, amma bura nə deyib? Yanlış. Deməli, bu səhvdir. Körpücü yaltı əzəllər qanadları qaldırmağa xidmət edir. Bəli. Körpücü döş əzəlləri isə qanadı endirməyə xidmət edir. Bu da düzdür. Deməli, düz, hə. Gəldik. İfrazat orqanı baş döşdə yerləşir. Baş döşdə. Deməli, xərçəng olacaq bu, yaşıl. Son parçalanma məhsulu bığıcığın dibinə açılır. Çay xərçəngi. Çünki kələm kəpənəyə mapicidir, may böcəyə mapicidir, boz əqrəb mapicidir, anadontada böyrəkdir. Kələm kəpənəyi ilə may böcəyində bir də əlavə pi cisimcik var. Boz əqrəbdə həmçinin xüsusi vəzi var. Çünki hörümçəklərdə mapici ilə yanaşı xüsusi vəzi var idi. Deməli, gördüyünüz kimi çiçək düsturu mürəkkəb çiçəklərin çiçək düsturudur. Deməli, boru şəkilli. Niyə? Qıf şəkilli yalancıdır, onun erkəciyi, dişiciyi yoxdur. Badımcan çiçəklərin isə qıf şəkilli çiçəyi yoxdur. Paxlallara aid deyil. Mürəkkəb çiçəklərin isə yalancı deyirsə, yalancının erkəciyi, dişiciyi olmur. Doğru bəndi müəyyən edin. Şibnəni əmələ gətirən orqanizmlər. Bir tərəf mütləq avtotrof olur, bir tərəf mütləq nə olur? Heterotrof. Heterotrof isə mütləq nə olur uşaqlar? Göbələk olur. Bu bildiyimizdir. Həm X, həm də Y prokaryot orqanizmdir, ola bilməz. Göbələk nədir? Eukaryotdur. Deməli, A variantı səhvdir. X göbələklər, Y isə heyvanlar aləminə xeyr. Burada heyvan ola bilməz. X saprofit, Y isə göbələyin tərkibində parazit yoxdur. Həm X, həm də Y avtotrof ola bilməz. Biri avtotrofdur, biri heterotrof. X prokaryot, məsəl üçün siyanobakteriya, Y isə eukaryot, yəni göbələyini yeyə bilər, ola bilər. Uyğunluğu müəyyən edin. Xanı balığı neştərçə. Qapalı qan damar sisteminə malikdir. Deməli, müəllimlər, qapalı qan damar sisteminə nə malikdir? Deməli, hər ikisində, bütün xordallarda zaten qapalı qan damar sistemidir. Onurğa sütunu vardır. Deməli, hansına aid olacaq? Xanı balığına. Çünki neştərçədə xorda var sadəcə. Tənəffüs orqanı qəlsəmədir, hər ikisinin tənəffüs orqanı qəlsəmədir. Ürəyi yoxdur neştərçənin, ürəyi yoxdur.
İnkişafında sürfə mərhələsi olur. Deməli, hər ikisinin inkişafında sürfə mərhələsi olur. Çünki balıqların xanı balığın inkişafı, sümüklü balığın inkişafı dolayıdır. 1-ə B, 2-yə A, C, Y, 3-ə D. Deyəsən Y variantına düşdü. Həqiqəvi qurtlardan fərqli olaraq mollusklarda olur. Sinir düyünü hər ikisində olur. Anal dəlik hər ikisində olur. Qan damarı da hər ikisində olur. Mədə hər ikisində olur. Amma mantiya demişik ki, sadəcə mantiya və mantiya boşluğu yalnız kimə aiddir? Mollusklara aiddir. Mollusklardan başqa heç kimdə olmur. Yanlış fikri müəyyən edin. Şəkildəki canlı bildiyiniz kimdir? Kalmar. Burada görürsünüz üzgəci var. Bu da qolcuqları. Sümüklü balıqdır, xeyr. Reaktiv hərəkət səhv istəyir, düz istəyir. Bəli, səhv istəyir. Deməli, biri götürəcəm. Deməli, reaktiv hərəkət üsulu edir, düzdür, götürməyəcəm. Mollusklara aiddir, düzdür, götürməyəcəm. 2 tane çanağa malikdir, xeyr, səhvdir. 2 taylara aid deyil, bu baş ayaqlara aiddir. Bunların da çanağı rudimentalında dərinin altında, mantiyanın altında qalıb. Deməli, cavab olacaq 1-4. Mülahizələrdən hansının umaqlılardan yalnız həşəratlara aid etmək olar? Baxaq, mapiki boruları həm də hörümçəklərə aid etmək olar. 3 cüt yeri mayağı yalnız həşəratlara, açıq qan damar sistemi bütün bu mayaqlara, bığcıqlar, xərçəng kimilər, bir də həşəratlara aid olsa da bir dənə hörümçəkli kimlərə aid deyil. Amma bu yalnız nəyə deyir? Həşəratlara deyil, xərçənglərin də bığcığı var. Fasitlərdən təşkil olmuş mürəkkəb gözlər, hörümçək kimlərdə sadə gözlər olsa da, həşəratlarla bir də xərçəng kimlərdə nə var? Mürəkkəb göz var. Xitin xarici skeletə malik olan canlılar sadəcə boğum ayaqlılardır. Boğum ayaqlıları seçmiş olsam, anadonta molluskadır, kəpənək boğum ayaqlıdır, ağqulanarı yastı qurtdur, xərçəng boğum ayaqlıdır. 1, 4, 5, 6. Müəyyən bir ərazidəki kəpənək və arılarda olan qanadların, deməli, ərazidə kəpənəyin neçə qanadı var? 4, arının da 4 qanadı var. 10 dənə hərəkət orqanı var, 10 dənə hər ikisində. Qanadların ümumi sayı A, ayaqların ümumi sayı B olub. Yəni, belə deyək. Cədvələ səslən B minus A. B nədir? Ayaqların. Yəni, ayaqların ümumi sayı qanadlarına nisbətə 120 olub. Biz də bilirik ki, normalda birinin, ümumiyyətcə, ayaqlar neçədən olur? Həm kəpənəkdə, həm arıda 6 dənə. Tutalım, 6 dənə olanda qanadlarının ümumi sayı neçə olur? Birində 4 dənə. Normalda 6-dan neçə çıxanda? 4 çıxanda neçədən olur? 2. Bunların arasındakı fərq nə olur? 2 olur. İndi, belə deyək. İndi baxaq görək bu yolla alınmasa başqa yolla nə? Bir dənə, hərəsindən bir dənə götürsək onda, yoxsa, yox, ümumi. Başqa şey verib, mötərizə başqa şey verib. Mən heç onu görmədim. Deməli, deyir ki, bu ərazidə pulcuq qanadlıların sayını tapın. Pulcuq qanadlılar hansıdır? Kəpənəklər. Kəpənəklərin sayı arıların sayından 2 dəfə çoxdur. Bəli, deməli, gəlin yazaq bura. Kəpənəklərin sayı arıların sayından 2 dəfə çoxdur. Arı x-dırsa, kəpənək neçə x-dır? 2 x-dır. Deməli, normalda bunların sayının cəmi, belə deyək, birində hesablayası olsaq, bir dənə olanda bunların arasındakı fərq nə qədər olmuş? Deməli, baxaq, B minus A. B nəyin sayıdır? Ayaqların ümumi sayı. Bu nəyin sayıdır? Qanadların sayı. 3x-da nə qədər var? Birində neçədən eləyir? Birində elə bir nisbət kimi götürsək. Bunda neçə eləyir ayaq? 6. Ayaq 6x. Bunda neçə x eləyir? 12x. Yəni, deməli, birindən elə bir ki, hərəsindən bir dənə götürsək, cəmi, bunu vururam. Ayaqla bunun cəminə. Belə deyək, ayaqların cəmin kimi götürsək, ayaqlarının cəmin. Bax, bu cəm, ayaqlar, və buradan yazıram. Kəpənək, 2x. Arı, nədir? X. Bunun neçədən olur? Ayaqları 6. 6-ya vursam, bunu da neçəyə vururam? 6-ya vururam.
Ayaqlarının cəmi neçə eləyir? Burada verməyib də, sadəcə verib 18x kimi götürürük. İndi bəs qanadı götürək. Deməli, 2x hansı oldu? Çəpənək. Bu da oldu x. Birində neçə qanat var? 4. O birində neçə qanat var? 4. Bu da cəmi neçə eləyir? 4x, bu da 8x. Neçə x? 12x. İndi bəli, deməli, bildiyimiz kimi bu hansıdır? Ayaq. 18x, deməli, B-dir bizə. Çıxılsın 12x. Bunun fərqi neçə elədi? Neçə elədi? 120. İndi B bizim üçün nədir? Deməli, 12. İndi 12x çıxanda neçə qalır? 6x. 6x bərabərdir neçəyə? 120. X da eləyəcək neçə? 20. Deməli, 20 dənə nə var? Arı var. Amma məndən neçə x istəyir? 2x-i. Onda neçə dənə çəpən eləyəcək? 40 dənə çəpən eləyəcək. Bəli. Göyərçinin şəkildə verilmiş orqanlar sisteminə aid olan gördüyünüz üçün burada həzm sistemi göstərir. Həzm sisteminə aid olan orqanlar böyrək yox, əzələli mədə olar, qaraciyər olar. Bu gördüyünüz qaraciyərdir. Traxeya tənəffüs sistemi də olmaz. Ağciyər tənəffüs sistemi də olmaz. Kloaka həzm sistemi olar. 2, 4, 6 doğru cavab olacaq. Hidranın xarici qat hüceyrələrini seçin. Sinir hüceyrəsi xarici qatdır, həzm hüceyrəsi vəzli hüceyrə daxilidir. Dalayıcı aralıq, bir də bunlar nədir? Xarici qat hüceyrələrdir. Deməli, baxaq. Burada nə deyir? Uyğunluğu. Deməli, baxıram. Soxulcan xordallar tipinə aid deyil, ona görə altdan baxıram. Həzm sistemində çinədən olur, olur. İfrazat orqanı metanefrididir, bəli, bura yaza bilərəm. Neştərçə xordallar tipinə aiddir. İfrazat orqanı metanefrididir, bəli. Göyərçin həzm sistemində çinədən olur, xordallar tipinə aiddir, buraya yazıram. Y. Qurbağa. Xordallar tipinə aiddir, ifrazat sistemi böyrəkdir. Həzm sistemində çinədən yoxdur. Burada da, yəni ona görə qurbağa heç birinə getmir. Planari. Deməli, ifrazat orqanı metanefridi də deyil, çinədanı da yoxdur. Ona görə heç birinə getmir, bu qədər. Situasiyaya gələk. Deyir ki, biologiya dərsində müəllim qurbağa skeletində bəzi sümükləri rəqəmlərlə işarə edir, şagirdlərə suallar verir. Deməli, bu çürək sümüyüdür. Bu gördüyümüz bud sümüyüdür. Bu gördüyümüz uzun quyruq sümüyüdür. Rəqəmlərlə sümüklərin adını müvafiq artıq yazdım. 2 rəqəmi ilə qeyd olunmuş, 2 rəqəmi ilə hansı? Kürək sümüyü. Yəni 2 rəqəmi ilə qeyd olunan kimdir? Kürək sümüyü. Kürək sümüyün aid olduğu qurşaq skeletinin təşkil olunduğu digər sümüklər. Digər sümüklər hansıdır onda kürəyinin? 2 körpücük, 2 qarğa, bir dənə döş sümüyü. Bax, cavab olacaq. 2 körpücük, 2 qarğa, bir dənə döş sümüyü. Hə, sayın indi mən sadəcə yazdım. Adın istəyir, bəsdir elə. Sayını yazmaq ehtiyac yoxdur. Onurğa sütununu təşkil edən sümüklərin sayı 10. 3 rəqəmi ilə işarə olunmuş sümüklərin sayı 3 rəqəmi ilə nə işarə olunmuşdur? Bud. 2 dənə bud var. Bərabərdir 2-yə. Ön pəncərədəki barmaqların sayı ön pəncədə 8 eləyəcək. Cəm istəyir bizdən. Bu da eləyəcək 20. Yaxşı, yəqin ki, hərə özünün neçə düz olduğunu bildi. İndi vərəq, hə? Necə? Onurğa sütununda sümük deyəndə 10 götürsəniz, fəqərə deyəndə 9 götürəcəksiniz. Bu uzun quyruq sümüyü şey deyil, adı nədir? Sümük olsa da fəqərə deyil. Deməli, hamı uşaqlar paylayırsan, amma hamı bir dənə vərəq çıxarır. Heç kəs üstündə işləmir, yaxşı? Yəni, hamıya payla, bir dənə vərəq çıxarırsınız, bunun üstündə işləməyəcəksiniz. Tez payla, mən yardım edəcəm. Vərəq çıxarıb vərəq yazacaq. Sadəcə al vərəq.
Neden? Cəmaat nə var ki, təkrarlamalıydım. Söz deyilsə o, görəydim.